Salam dostlar, hər birinizi xoş gördük bugünkü dərsimizdə. Biz bugün dərsimizdə dünən dərsimizin qalan hissəsindən iki Word-də, daha doğrusu iki hissəmiz qalır, iki ana başlığımız qalır, review və view menyuları. Birinci hissədə review menüsü ilə başlayaq. Bunun marjinləri biraz düz deyil, necə hissətlərimiz. Review menüsü ilə dərsimizə başlayaq. Review menüsündə başlıqda açılan hissələr Proofing, Accessibility, Language, Comment, Tracking, Changes, Compare, Protect hissələridir ki, birincisi Proofinglərdir. Proofing nə deməkdir? Proofing Spelling and Grammar o deməkdir. Yəni dokumenti yazdığı Spelling and Grammar'a vurduğumuzda biz yazdığımız bütün hərf səhvlərini və qrammatik səhvləri burada görə bilərik. Tezarus nə deməkdir? Bu, mətndə hər hansı bir seçdiyiniz sözü, necə deyərlər, sinonim tapır. Sinonim tapır. Məsələn, biz bura map yazaq. Seçək mapi və tezarus duraq. Və gördüyünüz kimi chart, plot və yəni ona uyğun olan drawing, diagram kimi ondan əvəz edə biləcəyimiz yəni sözləri bizə burada göstərir. Word count o deməkdir ki, Word count'a üstünə sıxdığımızda bizə belə bir pəncərə açılır. Pəncərənin nə var? Page, dokumentimizdə olan səhifələrin sayı. Words, dokumentimizdə olan sözlərin sayı. Characters, no space, yəni ortalıqda olan boşluqları saymadan burada neçə dənə hərfin olduğu, boşluqlarla birlikdə neçə hərfin olduğu, paragrafs, başlıqlar, neçə başlığın olduğu, lines, neçə sətrin olduğunu buradan öyrənə bilərsiniz. Change accessibility o deməkdir ki, yəni daha işləyə bilərmi deyə deməkdir. Translate hissəsi Word-də Translate dokument var, dokumenti tərcümə etmək üçün. Translate selected text, yəni seçdiyimiz hissəni tərcümə etmək üçün. Mini translator bir sözü seçirsiniz və onu tərcümə edirsiniz. Translate selected textdən istifadə etməyi daha çox məsləhət görərdim. Məsələn, buraya yazaq. Doktor yazaq. Translate select text deyək. Translation. Gördüyünüz kimi türkçə tərcümə edir doktor. Əgər istərsəniz insert deyərək burada doktor yerinə doktoru əlavə edə bilərsiniz. Language ilə Word-ün dilini dəyişmək üçün istifadə olunur. Comment hissəsi new comment əlavə etmək, delete silmək, previous əvvəlki comment, next sonraki comment, show comments kommentləri göstər deməkdir. Accept qəbul etmək. Burada yazdığınız hər hansı bir şeyi qəbul etmək üçün, reject silmək üçün, previous əvvəlki, next sonraki hissəyə keçmək üçün istifadə olunur. Compare müqayisə etmək üçün istifadə olunur. Yəni mənası müqayisə etməkdir. Compare deyirik və burada orijinalı, burada isə müqayisə etmək istədiyimiz dokumenti yerləşdiririk və more yox da vurduğumuzda hərəsə bir yerdə açılır və bunları müqayisə etməyə başlayırıq. Resist editing o deməkdir ki, vurduğumuz və bunu aktivləşdirdiyimizdə bizim Word dokumentimizə heç kim toxuna bilmir. Yəni, ancaq bizim özümüzün şəxsi olur. Burada var limit formatting to a selection of burada vururuq. Allow only this type of editing in this document. Bunu da vurduğumuzda bunu vurduya yes start vuraq. Buradan kod yazırıq. Yəni istədiyiniz kimi bir kod yazırsınız. Bunlar bir-biri ilə uyğunlaşmadı bir. Aha, tamamdır. Yəni biz gördüyünüz kimi baxın, yazı yazmaq istəyirəm, ancaq doktorun yanına heç bir yazı yazmır.
Stop protection dediğimde ben kod istəyir. Kodu yazdığımda açılır ve yazabilirim. Belə. Review menüsündən bu kadar dostlar. Review menüsündən birincisi View, Show, Zoom, Window ve makroslar. View hissəsində Read Mode, yəni ki oxumaq üçün istifadə olunan mod. Yəni gördüyünüz kimi belə açılır ve burada oxumaq üçün istifadə edə bilərsiniz. Print layout bu forma print layout'u, yəni çapa bu forma gedəcək, onun üçün bizim qarşımızda bir açılıb. Web layout internet ortamında necə açılacaq deyədir. Ruler xəttkeşi açmaq üçün istifadə olunur. Grid lines, gridləri, navigation pane, yeni hissələrə getmək üçün qısa yollar atmaq üçün istifadə olunur. Zoom yaxınlaşdırmaq, böyütmək istifadə olunur. One page tək səhifə, multi-page 2 səhifə və ya da çox səhifəli, page width səhifənin enliyini düzəltmək üçün istifadə olunur. New window dediğimizde yeni pencere açır. Arrange all dediğimde bakın yani burada başka bir Word'u da bizim için açır deyə bilərik. Bizim için başka bir Word açır burada. İşte Word, mesela burada Word'ler var. 63 tanesinin üst üste arrange all dediğimizde üçünü de bir pencerede açır. Split dediğimde iki hisseye ayırır. Remove split dediğimde geri qaytarır. Switch Windows necə deyirlər, buradakı pəncərələri bağlamaq üçün istifadə olunur. Əsas məsələ olan makroslar isə makrosları təbii ki biz keçməyəcəyik, çünki makroslar nə işə yarayır? Əslində sizə bir ümumi məlumat verir. Makroslar ümumilikdə Word'un sistemini dəyişmək üçün istifadə olunur. Təkcə Word'un yox. Yəni məsələn bütün Office proqramlarında olduğu kimi və ya da bütün proqramlarda da var. Əslində çox proqramlarda var makroslar. Office proqramlarının ancaq hamısında var. Office proqramının hamısında məsələn makroslar var. Həmin makroslar deməkdir ki, yəni siz Word'un tamamən sistemini dəyişə bilərsiniz. Məsələn, siz Word'da enter basdığınızda aşağı düşürsə, siz bunu dəyişdirə bilərsiniz makroslardan ki, mən enter basdığımda boşluq buraxsın. Yəni, məsələn deyirəm, və yaxud da oradakı funksiyaları dəyişdirib təzədən özünüz də yaza bilərsiniz makroslarla. Yəni, bu makroslar onun üçün çıxarılan bir şeydir. Bunlar ən çox Excel'də lazım olur makroslar bizə. Nə üçün lazım olur? Çünki daha böyük bir sənədləri işlədiyimizdə həmin sənədləri Excel'in bizə təqdim etdiyi proqram şeylərlə, yollarla etmək bizim üçün çox çətin olur. Bunun üçün biz makroslara dedik və makroslarda bizə sərf edən yolları biz yazacaq orada. Yazacaq və bizə lazım olan cavabı almaq üçün Word, Excel istifadə edirik. Yəni bizim özümüzün istədiyi kimi Excel işləyir. Excel'in işləmə sisteminə biz uyğunlaşmırıq. Bizim işləmə sistemimizə Excel uyğunlaşır. Ancaq bunun üçün C++ kimi proqramlaşdırma dillerini bilmək vacibdir. Yəni durub sadəcə Word'u bilən bir adam, sadəcə Word'u öyrənən bir adam makroslarda Word'un sistemini dəyişdirməsi yəni heç də məntiqə uyğun bir şey deyil. Yəni bilməlisiniz ki, nəsə bir şeyi dəyişdirmək üçün istifadə edəsiniz. Bunun üçün makroslar yəni bizə lazım olmayacaq yəqin ki Word'da. Onun üçün makroslara keçməyik. Bugünkü dərsimizdən bu qədər dostlar. Sabah paylaşdığım eventdən də yəqin xəbəriniz var. Sabah saat 9'da Excel dərslərimiz olacaq. Mən də olacağım orada, yəni görüntülü olacaq bu səfər. Gəlin dəstə sabahki dərsimizdə görüşmək üzrə. Sağ olun. Əgər videonu bəyəndiyseniz like eləməyi, mümkünsə paylaşmağı unutmayın dostlar. Gəlin dəstə görüşək.